Mən aid deyil. Mən evimə cavabdekəm. Kölə məktəbə yox. O belə getdi mi? Bu gün də getmişəm direktorun yanına. Deyirəm müəllim, bıçağı hanı? Anıyam da görmək istəyirəm. Bəlkə yalan deyirlər. Balamı üstünə şər atırlar. Böhtan atırlar. Ha, götürmüşdü. Dedim, hanı bıçaq? Mən araşdırıram, mən belə bilməsinlər. Nə olsun oxumamışam. Oxumuşdu adam mən zirəngəm. Tulladım. Tullamayaydın da. Niyə tulladın? Dədəsi var. Əkəni var. Doğanı mən. Nənəsi var. Çəkilini çəkəydin, ataydın nənəsinə. Deydin gözə, dədənin keçmiş kişinin nömrəsi var. Ataydın dədəsinə ki, sənin oğlun bu şey gətiribdi. Düzdür. İndi sən də axıra kimi tələb elə. Attılar. Böhtanı attılar. Bəs bəs mən də onu istəyirəm da ki, deyir ki, bıçaq gətiribdi. Hanı bıçaq? Mənim oğlum, bacı, nə bıçaq, nə bıçaq. Ay bacım, vallahi lən, nənəsi deyə bilər ki, get nə qayırsansa qar dalında durmuşuq. Mən gözümün qabağındayam. Mənim yanımda böyüyüm mənim uşağım. Mənim uşağım balkondan tullandı, mən birinci mərtəbəyədəyəm. Dedi ki mənə, nənəmlə dədəm deyir ki, qonşular eşidək dedəm, mən də yanındayam. Dinmədim. Üstəyə qonşum dedi ki, gözəl, dinmə, səs eləmə, qoy danışıb hirsi soyacaq. Dilimi qoydum bura, dinmədim. Dedim, dədə, yaxşı. Mən dədəmlə nənəm deyir ki, dədəmlə nənəm, Füzuli ilə, nədir, gözəl səni vursa, dalında dağ kimi durmuşuq. Kimsə səni vursa, ölməmişik ki. Birinci növbədə Füzuli balası kimi istəyir onu. Mağazına gedəndə deyir, balam, nə istəyirsən alım sənə? Elə də olmalıdır da, gözəl. Bax, töybə. Mən dalaşdım Elmara. Dalaşdım dedim, dədə, ağlı bacını vurma. Damlanı vurur da, hər dəqiqə damlanı vurur. Dedim, dədə, bacını vurma. O sənin gələcəkdə mən də ölüb gedəcəm, dədən də ölüb gedəcək, nənən də ölüb gedəcək. Hay deyəndə, huy deyəndə, sənə bacın qaldı işte. Yox, yaxşı danışdım. Əlbəttə ki. Mən nə ki, ürəyimdə qardaş istəyirəmsə, ürəyimdə ana istəyirəmsə, sənə huy deyəndə, haraybə sənə qardaşa yanan nədir? Bacı. Qardaş dara düşəndə bacı çıxardır. Düzdür. Dedim, dədə, dəymə. Başa sağlam, hamısını mən. Füzuli də deyir ki, gözəl. Bunları dədəsi elə, Qurana and olsun. Dədəmi görək, deyir, gözəl. Onlar ata sığalı görməyibdi. Onlar nənə sığalı görməyibdi. Gözəl, dalaşma ha, mənim balam. Onlar mənim balam sayılır. Dedim, yaxşı. Qurana and olsun. Elmar qoşulsun desin ki, dədəsinin telefonda, dünən anam məni döyübdü. Dünəndən polislər belə gedirdi, qaradoxa baxır da polislər. Dedim, ata, qardaş, bax, Elmar belə hərəkət edir. Mənim telefonumu götürdü, bir kəlmə dedim uşağa, bir kəlmə. Dedim, Elmar, məktəbdə belə eləysən, eləməmsən. Elmar daha da coşdu. Denən ki, mama, bilmiyorum, dəli kimi yox. Mən uşağın dədəsinə dedim ki, aparın Elmarı seviş doktorun yanına, psixoloğa, psixiatra, aparın malca, bir kus malca alsın uşaq. Çünki sən gedirsən, sən dil verirsən, ömür boyu mən dil vermərəm uşağa. Ömür boyu. Deməmişəm ki, sənin atan pisdir. Demərəm də. Mən bir kəlmə deyirəm ki, Elmar, bax, 5 gün dədənin evinə getmə. Hər həftə gedirsən, hər gün gedirsən. Anayam da, gör, səni də bağırma basım. Mən səni qoğulayım. Anayam da, mən böyütmüşəm. Hər həftənin 5-ci günü gedirdi dədəsinin evinə. Hər həftənin gündə gedirdi. Dedim, dədə, bu həftə qal, özü mən demişəm ha, dədəsi də dedi. Dedi, oğul, bu həftə qal, gələn həftən dedi, 5 gün iş olmayacaq.
Gəlib qalarsan. Mən də qaynanam gilə getəcəm. Füzuli gilə getəcəm. Yəni sən səni göndərəcəm ora. Bacını da götürüb gedəcəm. Özə dedim ki, Elmara, Elmar, həftənin ikinci günü uşaqlar bayramıdır. 2 dənə, 3 dənə padezim var. Siləcəm. Almet vurulsa deyə bilmərəm. Gec vurulsa deyə bilmərəm. Tez vurulsa səni Luna Parka aparacam. Orada sənə kababda yedizdirəcəm. Demişəm. Bir də ki, orada səni gəzdirəcəm Luna Parkda. Uşaqlar bayramıdır. Mama, yaxşı. Bu belə getdi mi? Özə məni pulla şantaj eləyir. Mənim oğlum. Mənə atam verən almetdən mənə 10 manat verəsən ha. Dedim, Elmar, o 10 manatın üstünə 5 manat qoyursan 15 manat. Topu qaz balonu doldururuq. Gedib 1 kilo qənd alıram. Ürəyin nə istəyirsə gedib alıram. Mənə deyir ki, atam verən puldan mənə 10 manat, demisən 10 manat. Hər ayın axırı 1 manat atasını, Qurana and olsun, atasının almentindən 1 manat Elmara verən, 1 manat damlaya. Hər gündəki əmsi də verir. Hər gün də dədəsi verir. Dədə, bu günlərim sən pulu dadanın, sabahlarım deyə döyürsən ki, dədə, mənə tez o pul tap ver. İndi də mənə deyir ki, bax, səsi də var burada. Sabahlarım anasıyam. Mənə deməsinlər ki, bax, mənə səs atıb deyir ki, bax, bu telefonu istəyir. Mama, mənə telefonumu qoyarsan şeyə, nə deyim, mağazinə, gəl səhər götürəcəm. Mən niyə qoyuram ki, mən onu? Telefonu kandatdan mən almışam. Elə yaxşısa dədən geçsin, demirsən atam yaxşı, səndənsə sən qəhbəsən, səndənsə atam yaxşıdır. İndi məhkəmə də qurulanda deyəcəm ki, mənim qəhbəliyimi subut eləsin dədəsi. Nənəsinin dədəsi. Subut eləsin ki, kimlə görüb, Füzuldan başqa mənim əlimi tutan olmayıbdır. Kimlə görüb, kimlə. Uşaqdır. Sənə qurban olum. Qəhbə sözünü hardan bilir? Sərt deyil, amma sənə qurban olum. Yox. Kimsə öyrədib də yağın. Nənəsilə dədəsi. Mənə balkondan çıxır. Qonşular eşidə. Ey, çığırır. Nənəmlə dədəm deyir ki, sən qəhbəsən. İndi məhkəmə qurulsun. Məhkəmə qurulanda deyəcəm ki, mənim qəhbəliyimi subut eləsin. Kimlə tutubdur? Axşama da mən əlimdə dırmıq, əlimdə süpürkə, yol boy süpürürəm. Qəhbəlik eləyir. Zaten baxanda bilinir ki, zəhmətkeş qadınsan. Baxan kimi o bilinir, bəlli olur. Sən nə qədər əsəbləşdirmə özü, yəni nə qədər desən də, yəni hamı bilir. Oğlan eşidirəm də, Sən çox zəhmətkeş qadınsan. Mən bacım. Uşaq da böyüdükdə tərəfin başa düşəcək ki, belə zəhmətkeş ana necə əziyyətin mən yerə vurmuşam. Əlbəttə, mən var ha, bax, Qəbələdə şeydə işləyirdim. Adın səndinə, künəfədə yox şeydi, ay Allah. Deyəm, restoran adını yadımdan çıxmasa deyəcəm. Bəlkə də burada hamı da deyir, ay Allah. Dilə ağzımda deyil, hansı restorandı işləyirdim mən. 2 il işlədim. 2 ildən sonra 1 il bağlandı. Bax, 1 il bağlandı. Adamlar dəyişirdi. Avtomatik hər şey dəyişirdi. Ay Allah, restoran adı nədir? Burada pis yazanlar da var. Ayıb olsun sizə, vallahi ayıb olsun. Nə yazırlar ki? Ayıb olsun. Ümumiyyətlə pis yazanlar da var. Buradan ayıb olsun deyirəm. Bir xanımı əzmək, azqa keçmiş əzmək düzgün bir şey deyil. Vallahi o qədər açıq-saçıq geyinən xanımlar var ki, burada özlərini nümayiş etdirirlər. Heç gedib onlara pis yazmırsınız. Ayıb olsun, vallahi. Yazsınlar da, nə yazırlar yazsınlar. Yəni belə pis çıxmaz. Bir baxın görüntüsünə. Mən gözəlin indi tərəfini saxlamıram. Mən retkallarda mən girib işim olmayanda gözəl xanıma baxıram. Yəni baxanda birisi ki necə qadındır, zəhmətkeş, zulümkar. Hoş geldiniz xanımlar. Axşamın xeyir, necəsən? Axşamın xeyir. Hardan qoşulmusan bacım? Mən sənin ən sevdiyin Baharam verilişdən.
Can, Necəsən? sən sağ ol ürəyim, sən nə tərsən? Yaxşıyam. Az girdim bura uşaq gedib atasına. Bacım, mənim heç töybə xəbərim olmayıbdı. Dünən mən məhələni süpürdüm. Uşağım da yorulub oturmuşdum binanın qabağında. Gördüm oğlum mama deyə gəlir. Sevindimdən Aha. çox gəlir. Dedim dədə gir evə al haçardan. Mən bir damcı yerdim. Süpürüb toplayıb gəlirəm. Mama yaxşı. Uşaq haçara götürdü. Gəldim gördüm əynini dəyişib uşaq yazıb. Tepalı da qoşubdu. Hələ gəlib yürəyir, üzüm əlimi yuyub, çay zadı qoyub, bir də gördüm ki, uşağımın, sinif yoldaşlarım valideynləri. Sən uşağın, mənim uşağımı söyüb, döyündən sonra bıçaq göstəribdi. Mən sən də olsan dəl olarsan da. Bu günlərim dözə bilmədim. Dözə Aha. bilmədim. Düz getdim direktorun yanına. Hı -hı. Dedim ki, hanı bıçaq? Elmar getdiyi bıçaq hanı? Valideynəm də soruşmalıyam. Mənə haqqındır. Bəlkə yalan şər atırlar az mənim balamın üstünə. Bəlkə də. Dedim bıçağı qoy. Niyə bıçaq? Bax, indi niyə şər? Bax, mən elə deyəndən sonra baxın. İndi müəllimə mənə səs atıbdı. Baxın. Baxın. Aparıb da. Səhv deyirəm bacı. Yo, düz deyirsən. Damı hanı, qız hanı? Neyin yatıbdı burada yerində? İndi uşaq, oğlan sən atdı getdi. Ben dünənlərimdir Elmarı çağırmışam bura. Deyirəm dədə bura gəl. Ananam da sənin böyücünəm. Bu boyda səni eləmişəm. Gəl yanıma. Dədə nə tər olur məktəbdə? Balam sən düzünü danışan uşaqsan. Uşaq peşə deyibət. Mənim o gördüyün telefon var ha. Hə. Mən də ki bu telefondan da ki dədəsinə səs atıram ki. Dədəsinə ki. Sənin uşağın belə hərəkət edir da. Uşağın ipini nə olar? Ora gələndə deməginən körpə uşaqdır. Deməginən ki, anan əxlaqsızdır, anan pozğundur. Ananı hamı tanıyır. Ananın başına da hamı and içir. Ana zəhmətlə pul qazanan olub. Deyə bilərsən ki, mənim pozğunluğumu harda görmüsən? Kimlə Qələt eləyir. tutsan? Onu deyən adam qələt eləyir. Ondan sonra Bahar, Qurana and olsun dədəmin görə haqq. Elmar, dədəsinə bundan, uşağın telefonu ilə danışırdım. Elmar mənim telefonumu alıb, gül barya. Qaldın mı telefonsuz? Hı. Mən də dedim ki, telefon əlimdə daha, dədəsinə səs atıram. Dedim, telefonu niyə verirəm? Məni istəmirsən da? Demirəm dədu istəmə. Mən onu pox yiyərəm. Nəsil bə nəslimin ağzı ilə demərəm ki, dədu istəmə. Dədu Atan istəmirsən get atanda hər şeyi alsın. Hə da, büyünlərimdə səs atdı. Bax, indi oğlum səs atdı ki, mama, telefonumu ora qoy. Mən də dedim ki, dədə, dünənlərin məni saymadın ki, mən demədin ki, mama, məktəbdə belə şey olub, mənə demirsən. Məktəbdən nə ayrısansa, Qurana and olsun bacım. Hər səhər gedəndə Füzuli orada oturur, Damla mən burada, Damla burada, Elmar burada. Hər səhər gedəndə Füzuli tapşırır, Elmar, balam, ağıllı ol ha. Bax, zamanə pisdir, vurma, döymə, söymə. Əmi baş üstə, özə çox gözəl uşaqdır. Gəlir, əmi işin avanda olsun deyib gedir. Mən Allahla danışıram. Bəs mən yanıb burada deyiləm. Mənim uşağım apardığı, mən də iddia qalxızıram. Mən də bir ilə başa saldılar. Bir vəkillə danışdım, hüquqlusuyla danışdım. Dedi, gözəl, avam olma, ayıl. Sən direktorun sırasından tutmasan ki, hanı mənim uşağım gətirdiyi nədir, bıçaq. Göstər. Göstərsinlər bana. Uşağı niyə səndən soydular? Niyə məndən soydular uşağıma? Niyə? Ağlama, yaxşı olacaq. Direktor, subut elə. Yaxşı olacaq, ağlama. Atasının yanındadır, yad yerdə deyir ki. Yox, bacım, məni yandıran nədir? Bilirəm.
Atasının yanındadır. İyisi soyub gələcək, yanıma gələcək. Mən onu ömür boyda deməmişəm ki, dədim pisdir. Çünki mən Yo, deməmişəm. mən səni ha vaxtdan da tanıyıram. Daha az müddətimiz olmayıb. Bir yerdə olmuşuq, bir yerdə çörək kəsmişik. O uşaq da inanmazdım ki, səni ata gedə. Belə bəyəxların canlıda yanında. riski qabağıma çıxdı. Acım, sənin yanında mən demədim ki, bu ato da istə, mən də istə. Yadıma düşür, oturmuşdur orada. Demisən, O demisən. uşağı da hələ ki qəbul eləmə. Çünki nə? Səhvin başa düşdün uşaq. Denən get otur atın yanında indi. Yo, mənə deyir ki, Qəbul telefonuma eləmə hələ ki. O uşaq səhvin başa düşsün. Yo, telefon zat göndərmə. Denəm mən telefon almışam. Göndərib eləmə ya da Mənim danışma. yanımda. Yo, Mənim danışmayacağım. yanımda olanda. Göndərməyəcəm də. Göndərməyəcəm də, danışmayacağım da. Ha bax, mənim əlimə pul düşə, borcumu, xarcımı verəndən sonra bu telefonu düzəldəcəm. Ondan sonra ona telefonu verəcəm. Bu telefonumu. Vermə, heç nə hələ ki vermə. Uşaq nədir, telefon nədir? Yo, yo, yo. Hələ yaxşısı demir, dədəm yaxşıdır. Mən atamı istəyirəm, sən istəmirəm. Qalam atamın yanında. Onda dədən alsın sənə telefon. Ona görə deyirlər ki, anaya qız qalır. Həqiqətən. Allah Mən haqqı pis anaya qız olmamışam qalır. evladıma. Mən evladıma ömür boyu pis olmaram. Nə də imtina eləmərəm. Ömür boyu. Onu üzr istəyirəm xanımlardan, bəylərdən, hamısından dönə-dönə üzr istəyirəm. Qəhbələr imtina eləyir balasından. Bənə o sözsüz bacı. Mən ömür boyu. Uşaqdır da, uşaqdır. O qədər səhvin başa düşəcək. Amma oğlan Yadıma uşağı düşür, biraz... damla ilə damla itmişdi. Yadıma düşür bacı. Hə, Dərs- oraları aləmi qatdım bir-birinə. Atabeyni qarışdırdım mən. Gördüm, gördüm. Mən elma damla 5 dəqiqənin içində nə bilim mən bu ATV maşından minib gedibdi, ATV-yə gedibdi. Bu gedib damla ATV maşını hamıdan qabağa oturub orada maşında. Gəlib biri qabaq maşında gedibdi, dal maşında bunlar gedib. Şöyle get bax da qabaq maşına. Hər yer ATV zar məlumatə qarışdı. Demək oraları qırğınsadım karı mənim uşağım. Axırı sən dedin ki, gözəl deyil, qorxma buradadır. Mən ömür boyu kiminsə haqqını itirə bilmərəm. Mənim elə bir mən oğul uşağıma da deyirəm, qızıma da demişəm. Bax, indisində də deyirəm. Deyirəm ki, qızım, dədim mənə zəfranda verəcəm sənə, danışarsan. Mən yox, mənim yoldaşım qoymur danışmağa. Onunla deyir, kəlmə kəssən məni görmə.